hansı dərman preparatlarıyla müalicə aldığını bilmək, sümük metabolizmasının qiymətləndirilməsində, bel və ya diz ağrısı həmişə disk və ya oynağa bağlı deyil. Bel ağrıyırsa disk problemi var, diz ağrıyırsa artrozdur. Bu ən çox sevilən günah keçiləridir. Amma bəzən problem oynaqda yox, diskdə yox, sümüyün özündə ola bilir. Vitamin D çatmamazlığı, osteomalyasiya, ikincili osteoporoz, bel və dizdə ağrı verə bilər. Bu zaman MRT müayinəniz təmiz çıxacaqdır və sual dəyişmir. Metabolizma necədir? Metabolizmanı qiymətləndirmək, insanın klimakterik dövrə, yəni menopauzaya, klimaksa daxil olub olmadığını bilmək, yanaşı hansı xəstəliklərdən əziyyət çəkdiyini bilmək, hansı dərman preparatlarıyla müalicə aldığını bilmək bizim üçün mütləqdir. Və bunların araşdırılması üçün əgər bel və diz ağrıları olan insanların travmatoloqla yanaşı endokrinoloq müayinəsində keçməsində, sümük metabolizmasının qiymətləndirilməsində və osteoporoz və ya sümük əriməsi kimi səssiz xəstəliyin vaxtında qiymətləndirilməsində fayda vardır. Bu videonu sümük ağrılarından davamlı əziyyət çəkən yaxınlarınıza, yaşlı analarınıza, xalalarınıza, bibilərinizə, yaxınlarınıza göndərməyi unutmayın. Özünüzə yaxşı baxın və unutmayın ki, profilaktika müalicənin yarısıdır.